Başlayırıq uşaqlar. Mövzumuz əməliyyat sistemlərinə aid olan 3-cü bölmədir, 7.3. Fayl sistemləri, sektor və klasterlər. Əvvəlcə mən biraz danışacağım, sonra isə suallara keçəcək. Burada olan anlayışlara baxmamışdan əvvəl mən kompüterdən sizə bir dənə nümunə göstərim. Baxın, bir dənə Word faylım var. İçərisində mətin olan kiçik bir Word faylıdır. Bunun üzərində mouse'un sağ düyməsini vururam və buradan Properties xüsusiyyətlər pəncərəsinə keçirəm. Bu pəncərəyə əgər diqqətlə baxası olsanız, miqyası da biraz artıracağım. Burada size və size on disk olmaqla iki dənə ayrı-ayrı ədədlər görürsünüz. Yuxarı tərəfdə location var. Ümid edirəm ki, Udemy-dən videolara baxmısınız, çünki orada bundan bağlı məlumatlar var idi. Size hissəsi 21 kilobaytdır. Size on disk hissəsi isə 24 kilobaytdır. Baxın, bizim bugünkü mövzumuzun təməlini, niyə bu iki dənə ayrı-ayrı yaddaş sahəsi var və niyə bunlar arasında belə fərq var? Bax, bugünkü mövzumuzun təməlini bu təşkil edəcək. Deməli, kompüterimizin yaddaş qurğularında klaster, sektor anlayışları var və əsasən başlanğıcda klasterlərdən danışacağıq. Mənim kompüterimdə də, böyük ehtimal ki, sizin kompüterlərinizdə də klasterlər 4 kilobaytdır. Bu klaster dediyimiz anlayış kiçik qutulardır. Fayllar həmin qutuların içərisinə, bənzətmədir olaraq deyirəm qutunu, yerləşir, yığılır və hər bir qutu, əgər onun boş qalan yeri varsa, orada yaddaşda 2 baş verir hər bir qutuya görə. Bu praktik olaraq baxdığımız bir nümunədir. Birazdan mən dərsin içində də sizə başqa nümunələr göstərəcəm. İndi ilk baxışda biraz fərqli gələ bilər. Udemy-dən videoya baxmışsınızsa fərqli gəlməyəcək təbii ki. Amma mövzunun davamında siz buna tam şəkildə öyrəşəcəksiniz. Başlayırıq uşaqlar. İlk öncə, bax, biraz əvvəl sizə göstərdiyim kimi burada bir fayl nümunəsi var. Size və size on disk. Deməli, kompüterlərimizin yaddaş qurğuları klaster adlandırdığımız kiçik hissələrə bölünür. Burada sağ tərəfdə qeyd eləmişəm. Adətən klasterlər 4 kilobayt olur. Və baxın, size dediyimiz hissə faylın real həcmidir. Bu fayl 13,8 kilobaytdır. Hər klasterində 4 kilobayt olduğunu qəbul eləsək, baxın, tutaq ki, buradan başlayıb bu fayl klasterlərə yazılmağa. Bunu doldurdu. Keçir, ikincini doldurur və üçüncü klasteri də doldurur. 3 vur 4 bu edir 12. Amma bu 12 deyil, hələ 1.8 də var. 13.8-dir. Bax, bir də bunun da müəyyən bir hissəsini doldurur. Baxmayaraq ki, sonuncu klaster dolmayıb, artıq bu fayl həmin klasterdə zəbt edir. Boş qalan yer isə itirilir. Baxın, yekunda 1, 2, 3, 4. Bu fayldan ötürü 4 dənə klaster ayrılmış olur. Və hər bir klasterində həcmi 4 kilobayt olduğuna görə, dediyim kimi bu dəyişə bilir, birazdan danışacaq bundan bağlı. Amma adətən 4 kilobayt olur. Mənim kompüterimdə də elədir. Böyük ehtimal ki, sizin kompüterlərinizdə də bu şəkildədir. Buradan 16 kilobaytlıq bir yaddaş sahəsinin ayrıldığını görürük. Əgər, məsələn, hansısa bir test bizdən soruşsa ki, itirilən yaddaş nə qədərdir? Bax, bu 16 çıxılsın 13,8-i hesablayıb, burada qalan boş yeri tapa bilirik. Onsuz da əgər şəkil olaraq veribsə, 16 da bizdə var, 13,8 də bizdə var. Elə birbaşa bunları çıxıb, itirilən yeri tapa bilirik. İndi uşaqlar, bunu biraz da yaxşı başa düşməkdən ötürü aşağıdakı nümunəyə baxırıq. Aşağıda faylın real həcmi gördüyünüz kimi 10,7 kilobaytdır. Bayaqki kimi baxaq, tutaq ki, kompüterə bu fayl yazılır. Bax, bunu doldurdu. 4 kilobayt, bunu da doldurdu. 4, 4, 8 kilobayt. Və 10,7 daxı hələ 2,7 kilobayt da lazımdır. Bax, o birisində yarıdan biraz çox hissəsini belə doldurur və faylımız bitdi. Artıq bu fayl yaddaşda 1, 2, 3 dənə klaster tutmuş oldu. Və 3 dənə klaster, hər biri 4 kilobaytdan, bu fayl üçün kompüterin yaddaşında 12 kilobayt yer ayrılmış olur. Yenə də bu ikisi arasındakı fərq bizə itirilən sahəni verir. Baxın, konkret olaraq klasterlərin belə qaydaları var. Mütləq şəkildə bunu yadda saxlamalısınız ki, bax, burada olan bu yer, burada olan bu yer artıq itirildi. Növbəti bir fayl əgər kompüterimizə yazılacaqsa,
Bax, bu boş yerdən yox, növbəti klasterdən yazılacaq. Məsələn, bu da gəldi, bu şəkildə oldu. Yenə də baxın, burada bir itki meydana gəlir və s. İndi keçirik növbəti hissəyə. Bax, görək, danışdıqlarım nə qədər başa düşdünüz? Uşaqlar, bu sadədir. Bəsit formada belə fikirləşə bilərsiniz. Bax, bayaqki formatı bir dənə belə təsəvvür eləyin. 6 kilobaytdır. Bax, buranı doldurdu. Bir klasteri 4 kilobaytı deyir. 4, 6 daxı. 2 də bura. 4 bura, 2 də bura. Neçə klaster lazımdır deyir? 2. Yəni, siz bunu belə də fikirləşə bilərsiniz. Failin həcmi 6 kilobaytdır. 4-ə bölünürmü? Bölünmür. Bundan böyük 4-ə bölünən 8 kilobayt fikirləşdiniz. Böldünüz 4-ə, 2-ni aldınız. İndi bu anlayışları biraz da möhkəmləndirəcəyik. Nömrə 4. Uşaqlar, burada çox fərqli yanaşmalar eləyə bilərsiniz. Bax, məsələn, 17 kilobayt failin həcmində düzdür. Əgər 4 dənə klaster fikirləşsəz, 4 vur 4 eləyir 16. Yəni, 17 burada yerləşməz də. Onda deyə bilərsiniz ki, 5. Belə də fikirləşə bilərsiniz, yəni 4 dənəsi kifayət deyil. Ya da daha sadə fikirləşə bilərsiniz, 17 kilobayt 4-ə bölünürmü? Bölünmür. Onda bundan böyük 4-ə bölünən 20 kilobayt. Və neçə klaster lazımdır? 20 böl 4-dən 5. Yəni, riyazi olaraq özünüzə hansı yol rahatdır, uyğundur, daha anlaşılandır, onu istifadə edin. Nömrə 5. Size on diski soruşur uşaqlar. Deməli, failimizin həcmi 9 kilobaytdır. Klasterlərimiz də 4-dür. Sadə formada 9 4-ə bölünürmü? Yox. Bundan böyük 4-ə bölünən. 12 kilobayt götürdünüz və salam, bu cavabdır. Ya da biraz daha fərqli gedə bilərsiniz. 9 kilobayt. Buna neçə dənə klaster lazımdır? 2 dənəyə yerləşmir də, düzdür? 3 dənə klaster lazımdır. Hərəsi 4 kilobayt olduğuna görə olur 12 kilobayt. Nömrə 6. Bu 2 qat xal verəcək. Diqqətli oluruq. Uşaqlar, failin həcmi 10 kilobayt.
Klaster 4 kilobaytdırsa, size on disk, yəni diskdəki həcm olacaq 12 kilobayt. Başqa sözlə buna lazımdır 3 dənə klaster. 3 vur 4, 12. Və bu ikisi arasındakı fərq itirilən yeri göstərir. Hə, indi keçirik vacib qaydalarımıza, təriflərimizə. Bu hissələr Udemy-də olan PDF-də var, onu bilirsiniz artıq. Mütləq Udemy-dən bu PDF-i endirin və buradakı materiallardan mütləq şəkildə istifadə edin. Deməli, fayl və qovluqların diskdə yerləşmə, saxlanma qaydalarını təyin edən proqramlara fayl sistemləri deyilir. Baxın, kompüterin yaddaşında fayllar necə yazılacaq, klasterlərin o 4 kilobayt olması, boş qalan yerə başqa fayl yazıla bilməz və s. Bunları təyin edən qaydalara fayl sistemləri deyilir. Fayl sistemləri əməliyyat sisteminin tərkib hissəsi olurlar və siz kompüterə əməliyyat sistemini yazanda elə fayl sistemi də onun içərisində gəlir. Və burada məşhur fayl sistemlərinin adlarını görürsünüz. Windows əməliyyat sisteminin müasir versiyalarında NTFS dediyimiz fayl sistemi istifadə olunur. Bu fərqlər isə köhnə fayl sistemləridir. Burada yazılıb onsuz da. Windows əməliyyat sisteminin son versiyalarında NTFS fayl sistemi istifadə olunur. Yəni, qısaca, bayaq dediyimiz o klaster həcmi ilə bağlı anlayışlar, boş qalan yerə hansısa başqa bir fayl yazıla bilməz, size anlayışı, size on disk anlayışı, bunların hamısını nizamlayan, bu qaydaları, belə deyək, bir növ tənzimləyən əməliyyat sisteminin içərisində proqramlar var. Bunlar fayl sistemləri adlanır. Bu tərifləri mütləq yadda saxlayırıq və davam edirik. İndi uşaqlar, bu klaster anlayışını real həyatla bağlamaqdan ötürü belə bir cədvəl əlavə eləmişəm bura. Əslində, mən düşünürəm ki, birinci qruplar üçün bu klaster anlayışını başa düşmək çətin deyil. Yenə də hər ehtimala qarşı, yəni riyazi olduğuna görə elə deyirəm, yenə də hər ehtimala qarşı belə bir cədvəl qoymuşam. Bu cədvəl PDF-imizdə də var. Yenə dediyim kimi, Udemy-dən PDF-i götürüb üstlərində işləyə bilərsiniz. Baxın, burada məsələ nədir? Deyirik ki, bunlar şagirdlərdir. Anar, Babək, Cəlil, Dadaş, Elşən, Fərid və s. Bunlar meyvə yığıblar, alma yığıblar. Alma yığdıqları almanın da kütləsi bu qədərdir. Və gedib yeşik götürəcəklər. Hər biri öz meyvələrini öz yeşiyinə yığmalıdır. Yəni, kiminsə yeşiyində boş yer varsa, digəri ora meyvə qoya bilməz. Necə klasterlərdə var idi, boş qalan yerə başqa bir fayl yazıla bilmirdi. Boş qalan yer artıq itirilirdi. Bax, eyni formada. İndi buradan tələb olunan yeşik sayını, burada istifadə edilən yeşiklərin ümumi tutumunu, buradan da boş qalan, itirilən hissəni yazacaq. Sadəcə bir neçəsini yazacağım uşaqlar. Məsələn, bu Babək, buna baxıram. 10,7 kiloqram alma yığıb. Məsələn, Babək gedir yeşik götürməyə də bu 4 kiloqramlıq yeşiklərdən götürməlidir. Fikirləşir ki, buna neçə dənə yeşik lazımdır? Adi həyatdan bunu əlaqələndirin ki, daha rahat başa düşəsiniz. Deyəcək ki, 2 dənə yeşik götürsəm, 2 dənə yeşik nə qədər tutur? 8 kiloqramda. Yetərli deyil. Onda məcbur bu 3 dənə yeşik götürəcək. İstifadə edilən yeşiklərin tutumu 3 dənə yeşik götürüb hərəsi 4 kiloqramdır, düzdür? Olur 12 kiloqram. Və boş qalan itirilən hissə. Bax, normalda bunun yeşikləri 12 kiloqram meyvə tuta bilər. Amma 10,7 kiloqram bunun meyvəsi var. Yəni 12-dən 10,7-ni çıxanda o aldığınız 1,3 sizə itirilən yeri verəcək. İndi bir dənə baxın, Dadaş, 16 kiloqram yığıb meyvə. Burada biraz daha vəziyyət fərqlidir. Bu fikirləşir ki, elə 16 bölü 4, 4 dənə yeşik buna yetərlidir. Elə 4 dənə yeşiyin tutumu da 16-dır və 16 çıx 16-dan bunun itirilən yeri yoxdur. Əgər faylın da həcmi, məsələn, buradakı kimi 16 kilobayt olsa və klasterimiz də 4 kilobayt olsa, hər ikisi bir-birinə bərabər olacağına görə itirilən yer olacaq 0. Bu belə. Bunun üzərində çox qalmaq istəmirəm. Siz özünüz PDF üzərində işləyərsiniz. İndi isə gəlirik, bax, burada artıq bizə lazım olan əsas cədvəl var və gördüyünüz kimi burada faylın həcmi, yəni size, bir klasterin həcmi yazılıb. Klaster həcmləri dəyişə bilər. Adətən 4 kilobayt olur. Tələb olunan klaster sayı yazılıb və diskdə fayl üçün ayrılmış sahə, bir də itirilən yaddaş sahəsi yazılıb. Gəlin bu 12-yə baxaq. 12 4-ə bölünür ona görə. Bax, 12 kilobayt, bir klasteri 4 kilobaytdırsa, 3 dənə klaster yetərlidir. Və 3 vur 4 olacaq 12 kilobayt. 12 çıx 12-dən də itirilən sahə 0-dır. Bax, buna baxırıq 24 və 5 kilobayt olana. Niyə baxırıq? Yəni, adətən testlərin çoxunda biz klaster həcmini 4 kilobayt görürük. Burada 5-dir, ona görə buna baxırıq. 24 kilobaytdır.
4 dənə klaster götürsəz, 4 vur 5, 20 eləyir. Məcbur 5 dənə götürməlisiniz. 5 klaster lazımdır bizə. Və 5 dənə klaster hərəsi də 5 kilobaytdan olacaq 25 kilobayt və 25 çıxılsın 24-dən 1 kilobaytlıq itirilən sahə olacaq. Və gəlirik aşağı, uşaqlar, burada 1 megabayt var. Bunu 1024 kilobayt kimi fikirləşirəm və deyirəm ki, bu 4-ə bölünür də, düzdür? Olur 256. Onda 256 dənə klaster tələb olunacaq. 256 vurulsun 4 elə 1024 kilobaytdır və burada da itirilən sahə olacaq 0. Birdən belə 1 megabayt, 2 megabayt kimdənsə bir şey olsa standart çevirəcəksiniz kilobayta və hesablayacaqsınız. Və ən sonuncuya gəldik. Faylın həcmi 15 kilobaytdır, klaster 8 kilobaytdır. 2 dənə klaster lazımdır təbii ki. 2 dənə klasterin həcmi də 8 + 8-dən olur 16 kilobayt və 16 çıx 15-dən itirilən yerin 1 kilobayt olduğunu tapırsınız. Belə. Yəqin ki, indi testlər gələcək. Hə. Və 2 qat xalından başlayırıq. Amma asan sualdır. Uşaqlar, faylın həcmi 13 kilobaytdır. Klasterimizdə 4 kilobaytdır. Buna nə lazımdır? 4 dənə lazımdır, düzdür? 4 vur 4. 16 kilobayt. Bunun üçün yaddaş yeri ayrılacaq və 16 çıxılsın 13-dən 3 tapırsınız. Ya da bayaq dediyim kimi, fayl 13 kilobaytdır. 4-ə bölünürmü? Bölünmür. Bölünmür. Bundan böyük 4-ə bölünəni fikirləşin, daha sürətli olsun. 16 və aralarındakı fərq itirilən yerdir. Nömrə 11. Hmm, 7 kilobayt faylın həcmidir. 7-dən böyük 4-ə bölünən 8 kilobayt yazdıq. Aradakı fərq də 1 olur. Nömrə 12. Uşaqlar, 3 kilobayt, faylın ölçüsü 3 kilobayt, klasterə 4 kilobaytdır. Bu fayl klasterin 4də 3 hissəsini tutacaq da, yəni. 4də 3 hissəsi dolu, 4də 1 hissəsi də boşdur. Klasterin neçə faizi boş qalar, yəni itirilər? 4də 1 hissəsi, o da 25% deməkdir. Nömrə 13.
25-dən böyük 4-ə bölünən 28. Hə, yeni nəzəri məlumatlarımız. Uşaqlar, indiyə qədər işlədiyimiz tapşırıqlarda klasterlə bağlı danışırdıq. Amma indi təzə bir anlayış gəlir. Sektor anlayışı. Klaster və sektorlar. Başlığımız belədir. Sektor diskdə müəyyən həcmə malik ən kiçik yaddaş hissəsidir. Sektorun həcmi 512 bayt, 512 bayt və ya 0.5 kilobayt. Bir çox hesablamalarda bu daha sərfəli olur. Klaster sektor və ya sektorlardan ibarət olan yaddaş blokudur. Yaddaş qurğusunun həcmindən asılı olaraq klasterin həcmi dəyişə bilər. Fərdi kompüterlərdə adətən 4 kilobayt olur ki, biraz əvvəl bizim işlədiyimiz testlərin də çoxunda elə şərtdə 4 kilobayt yazılırdı. İndi uşaqlar, bax bu klaster. Klaster. Klaster özü təzədən hissələrə bölünür. Təzədən hissələrə bölünür. Bu hissələrə də sektor deyəcəyik. Bu hissələrin hər birinə. Yəni, biz bunu yadda saxlamaqdan ötürü bəzən belə eləyirik. Deyirik ki, klaster ev kimi fikirləşə bilərik bunu. Sektorda otaq olsun. Necə ki, ev otaqlardan ibarətdir, onda da klaster də sektorlardan eyni şəkildə deyə bilərik, ibarətdir. Burada 8 hissə, əgər 4 kilobaytdırsa klasterimizin həcmi, 4 bölünsün 0.5 sektorun həcminə bölürük 0.5 kilobayta və ya 512 bayta, 8 dənə sektordan ibarət olacaq. Bəli, bu tip suallar da qarşımıza çıxa bilər. Misal üçün, burada 4 kilobaytlıq klaster neçə sektordan ibarətdir və ya 3 kilobaytlıq klaster neçə sektordan ibarətdir? Sadəcə 512 bayta ya da daha sadə 0.5 kilobayta bölüb cavabı tapmış olursunuz. Tərsinə testlər də ola bilər. Misal üçün, deyə bilər ki, 6 dənə sektordan ibarət olan klasterin həcmi nə qədərdir? Bunu siz əzbərə yadda saxlamalısınız. 6 sektordan ibarətdirsə, hər biri 512 bayt və ya 0.5 kilobayt bərabərdir. Klasterin həcmi olur 3 kilobayt. Bura qədər təkcə klasterdən danışdıq, amma indi dedik ki, klaster özü hissələrdən ibarətdir. Bu hissələrə sektor deyirik. Sektorun həcmi 512 bayta bərabərdir. Və vacib, çox vacib bir məsələ. Bu 512 baytı əzbərləyirik, mütləq yadımızda saxlayırıq. Klaster adətən 4 kilobayt olduğuna görə məsələlərdə bizə verirlər. Mötərəzidə, şərtin içərisində 4 kilobayt verə bilər, 6 kilobayt verə bilər, nəsə bir şey verəcək. Yəni, ona görə klasteri heç vaxt bəzən tələsib deyirsiniz, tələsdim, səhv yazdım. Bax, heç bir şəkildə birbaşa 4 götürüb hesaplamayın. Baxın, şərtdə nə verib? 4 verməz, birdən 6 verər, 5 verər, başqa bir şey verər. Ona görə mütləq klasterlə bağlı olan həcmi oxuyun. Bunu verməyəcək böyük ehtimal ki, imtahanda da düşsə eyni şəkildə. Bunu sektorun həcmini əzbərə bilməliyik. 512 bayt və ya 0.5 kilobayt. Elə qarşınızda indi dəftərə, vərəqə, nəyəsə bir yerə yazsaz, sonraki testləri işləyəndə də rahat olarsınız. Sektorun həcmi 512 bayt və ya 0.5 kilobaytdır. Davam edirik. İndi uşaqlar, burada müəyyən şəkillər görürsünüz. İnternetdən götürmüşəm bu şəkilləri. Daha rahat başa düşəsiniz deyə. Deməli, biz əvvəlcə klasterlərdən danışdıq, sonra sektorlardan danışdıq. İndi bir dənə də anlayış gəlir. Cığır anlayışı. Belə yadda saxlayırıq. Deyirik ki, sektorlar birləşəndə klaster əmələ gətirir. Klasterlərdə birləşəndə cığırı əmələ gətirir. Yuxarıdakı şəklə baxın. Bax, sektor. Balaca, kiçik bir hissə. Sektorlar birləşir, biraz daha böyük gördüyünüz kimi klaster əmələ gətirir və klasterlərdə belə çevrə kimi birləşəndə o zaman cığır əmələ gətirir. Və ya sağ tərəfdə bir 3D kimi bir şəkil var. Buradan yadda saxlaya bilərsiniz. Bu sektordur. 4 dənə sektor birləşib klaster əmələ gətirib, 4 dənə sektor birləşsə nə qədər olacaq? 2 kilobaytlıq bir klaster alınacaq. Və çevrə formasında əgər düzülsələr, o zaman biz ona cığır deyəcəyik. İngiliscə terminlər lazım deyil, onsuz da İngiliscə terminlər kitablarda çox keçmir. Elə Azərbaycanca olan terminləri yadda saxlasaz, yetərlidir. Yox, cığırın həcmi nə qədər olur? Elə bir sual verə bilmərik. Çünki bu yaddaş qurğusunun növündən, həcmindən asılıdır.
Yəni sadə bir məntiqlə fikirləşə bilərik ki, məsələn bu içəri tərəfdə olan cığırla bu çöl tərəfdəki cığırın həcmi heç vaxt eyni ola bilməz. Yəni məsələn radiusu 5 sm olan çevrənin uzunluğu ilə radiusu 10 sm olan çevrənin uzunluğu eyni olmadığı kimi, burada da yenə eyni yanaşma mövcuddur. Bununla bağlı heç bir hesablama və s. orta məktəb səviyyəsində yoxdur. Siz sadəcə sektor və klasterlər, bir də ki, onlardan böyük cığırdır. Bunu nəzər olaraq yadda saxlayın. Amma sektordan klasterə keçmək, klasterdən sektora keçmək, onları mütləq şəkildə bilməlisiniz. Biraz əvvəl bunu dedim onsuz da. 4 kilobayt həcmə malik olan klaster 8 dənə sektordan ibarətdir. Yəni 4 kilobayt bölünsün 0.5 kilobayt bərabərdir 8. Sadə bir tapşırıq idi. Nömrə 17. Bayaqçının eynisidir yenə. Sektor 0.5 6 kilobayt bölünsün 0.5 kilobayt bərabərdir 12. Eyni, sadəcə ədəd dəyişib. Nömrə 18 və bu 2 qat qalır. Klaster 6 dənə sektordan ibarətdir və hər bir sektorda 0.5 kilobayt olduğuna görə klasterin həcmi olacaq 3 kilobayt. 19 bu 2 qat xal. Uşaqlar, 2 klaster birlikdə 10 kilobaytdırsa, onda demək ki, bir dənə klaster nə qədərdir? 5 kilobaytdır. Bir klaster neçə sektordan ibarətdir? Bayaqki kimi bölək 0.5 kilobayt bərabərdir 10. Yəni, yenə standartdır. Sadəcə burada sadə, bəsit bir yazı yanaşma eləyəcəksiniz ki, ikisi bir yerdə 10-dursa, demək ki, bir klaster 5 imiş. Nömrə 20. Klasterlər həmişə eyni olur. Bir yaddaş qurğusunda və ya bir kompüterdə fərqli ölçülü klasterlər ola bilmir.
Ona görə sualın mətnində eyni ölçülü klaster yazmaq, yəni lazımsızdır. Təbii ki, istifadə olunur. Hal-hazırda da bəli. Biraz əvvəl dərsin əvvəlində göstərdim axı öz kompüterimin yaddaşında olan faylı. 4096 bayt həcmə malik klaster neçə sektordan ibarətdir? Bunu sadələşdirin də. 4096 bayt nədir? 4 kilobayt deyil. 4 kilobayt yenə bölünsün 0.5 kilobayt. 8. Yəni sadəcə burada baytı kilobayt ya da 4096 bölünsün 512 deyə bilərsiniz. Yəni olduğu kimi. Mənim kompüterimdə SSD-dir elə. Yaddaş qurulsa. Niyə belə oldu? Uşaqlar, həcmi 50 kilobayt olan fayl üçün ayrılan yaddaş sahəsi neçə sektordan ibarətdir? Baxın, 50 4-ə bölünmür də, düzdür? 50 kilobayt 4-ə bölünmür. 52 kilobayt 4-ə bölünür. Onda demək ki, bu fayl üçün diskdə ayrılan sahə, yəni size on disk olacaq 52 kilobayt. Amma 52-ni soruşmur axı, davamı var. Neçə dənə sektordan ibarət olur, deyir. Yəni, burada sektorların sayı bizə lazımdır. Bayaqki kimi bölürük 0.5 kilobayta olur 104. Zəif yazdıq bunu. Tam oxuyun sualı. Yəqin ki, 52 yazmışsınız. Nömrə 22. Standartdır. 4 dənə klasterdə yerləşən faylın maksimal həcmi, yəni maksimal həcmi dediyinə görə belə fikirləşirik ki, boş yer qalmayıb. 4-cünü də tam axıra qədər doldurub. Belə fikirləşirik. O zaman nə olacaq? Hər klasterdə 5 kilobayt olduğuna görə 4 dənə klaster vurulsun 5 bərabərdir 20 kilobayt. İndi uşaqlar bir neçə dənə nəzəri anlayışa baxacaq. Deməli, klaster və sektorlarla bağlı. Biraz əvvəl bir tərifimiz var idi. Orada həm sektorun həcminin 512 kilobayt, yəni 512 bayt, yəni 0.5 kilobayt olduğu da deyilirdi və klasterin sektorlardan ibarət olduğu da deyilirdi. Baxın, klasterin həcmi ilə bağlı belə limitimiz var. Deyirik ki, klaster 512 baytdan 64 kilobayta qədər ola bilər, amma əsasən 4 kilobayt olur. 4 kilobayt. Və tərif verəndə də belə deyirlər. Deyirlər ki, klaster
sektor və ya sektorlardan ibarətdir. Sektor və ya sektorlardan. Yəni, əgər bir dənə sektor klasteri yaratsa, sadəcə bir dənə, o zaman onun həcmi də 512 byte və ya 0.5 kilobayt olacaq. 2 dənəsi, 3 dənəsi və s. ola bilər. Gəlin buna bir ardıcıl baxaq. Baxın, tutaq ki, bir dənə sektor klaster yaradıb. O zaman onun həcmi olacaq 0.5 kilobayt. Əgər 2 dənəsi yaratsa, olacaq 1 kilobayt. Əgər 3 dənəsini birləşdirəsi olsaq, o zaman 1,5 kilobayt. Əgər 4 dənəsi olsa, o zaman 2 kilobayt və s. Bax, bu qaydada gedir. 5 dənəsi olsa 2,5, 3. Bunu belə fikirləşə bilərsiniz. Məsələn, yarım kiloqramlıq daşlar, çəki daşları var əlimizdə, 0,5 kiloqramlıq. Bunları birləşdirib nəsə əldə etməyə çalışırsınız. Kiloqram deyək. 0,5-ləri birləşdirib. Bu da onun kimi bir şeydir. Və uyğun olaraq da həcmlər, bax, bu ardıcıllıqla 2, 2,5, 3, 3,5, 4 belə gedəcək. Bu 2 qat xal. Bunu yaxşı yazmadıq. Yaxşı, uşaqlar, biz dərsin əvvəlində dedik ki, hər hansı bir klasterdə boş yer qalsa, ora itirilir. Ora başqa bir fayl yazmaq mümkün deyil. Baxın, bu o deməkdir ki, hər bir fayl özü üçün müstəqil bir ərazi tələb edir. Bunun səhv necə eləyirlər? Götürüb toplayırlar. 3 plus 7 plus 9. Adətən səhvlər onunla bağlı olur. Amma normalda bunları toplamaq, bunlara bir fayl kimi baxmaq deməkdir. Bunların hər biri ayrıdır axı. Hər biri üçündə itirilən belə yerlər olacaq. Ona görə sən mütləq şəkildə bunları bir-bir götürüb hesablamalısan. 3 kilobayt, klaster 4 kilobaytdır şərtə görə. 3 kilobaytlıq fayl üçün yaddaşda ayrılan sahə olacaq 4 kilobayt. 7 kilobaytdan ötürü olacaq 8 kilobayt. 9-dan ötürü olacaq 12 kilobayt. Yəni hər birinin, heç biri bunların 4-ə bölünmür. Ona görə özlərindən böyük 4-ə bölünəni fikirləşdik. Sonra 12 ilə 8, 20, bu da 4, 24 alacaqsınız. Yəni dediyim kimi, hər biri üçün belə müstəqil klasterlər istifadə olunur və hər birində boş yerlər qalır. Siz bunları əgər 3 ilə 7-ni, 9-u toplasaz, o zaman bu belə fərz edirsiniz ki, bunun boş qalan yerinə, məsələn, bu ikinci fayl yazıldı və s. O da mümkün deyil. Mütləq hər birini müstəqil hesablamalısınız. 25. Bu dəfə daha yaxşıdır vəziyyət. Bir dənə bu klaster 6 kilobaytdır. Buna baxırıq. Bundan ötürü bir klaster lazımdır. Bu olacaq
6 kilobayt. Bundan ötürü də 2 klaster lazımdır. Bu da olacaq 12 kilobayt. Topladıq, aldıq 18. Nömrə 26. 2 qat xal. Deməli, birinci 1 kilobaytdır. Klasterin həcmi də 4 kilobaytdır. Bunun üçün yaddaşda ayrılan sahə 4 kilobayt olacaq. Digəri üçün isə 16 kilobayt. Uyğun olaraq burada 4 çıx 1, 3 kilobayt itki var. Burada da 16 çıx 15, 1 kilobayt itki var. Yenə də hər birinə ayrı-ayrı baxırıq. 27. Diqqətlə oxuyun sualı. Deməli, uşaqlar 2 kilobaytlıq klaster üçün, faylımız üçün bir dənə klaster yetərlidir. 4 kilobaytdır. Buna elə 4-dür. Buna da bir dənə lazımdır. Bu 18-dir. Buna isə 20 kimi fikirləşin bunu. 20 bölü 4. 5 dənə də buna lazımdır. Topladıq. Yəni, bayaqki sualın oxşardır. Hər birinə ayrı-ayrı baxırsınız. Həcmini yox, lazım olan ümumi klaster sayını soruşurdu. 28. Uşaqlar, klaster sektorlardan ibarətdir. Aşağıdakılardan hansı klaster həcmi ola bilməz deyir. Baxın, birinciyə baxın, 2048 kilobayt. Hər sektorda 512 daxı. Bunu böl 512-yə nə alacaqsan? Alacaqsan 4. Demək ki, bu 4 dənə sektordan ibarət imiş. 4 sektor birləşib 4 vur 512. Bu qədər bir klaster yaradıb. Bunu böl 512-yə, bu nə edir? 5 edir. 5. Bu 2/5-dir də, düzdür? 2/5 bölünsün 0/5. Və gəldik bura. Bunu böl 512-yə, bu da olacaq 6. Amma bax, bu ümumiyyətlə 512-yə bölünmür. Yəni, sektorlar birləşib, bayaq mən sizə dedimi, bu sonuncu testlərə keçməmişdən əvvəl. Əgər bir dənə sektor olsa, 0,5 kilobayt olur. 2 dənəsi olsa, ikisi birləşib klasteri əmələ gətirsə 1 olur. 3 dənəsi birləşsə, bax, bu test onunla bağlıdır. O zaman 1,5 olur. Yəni,
Bu 3000'i heç bir şəkildə alanmazsınız. Heç bir şəkildə alanmazsınız. Çünki 5 dənəsini birləşdirəsi olsanız bu alınır. 6 dənəsini də birləşdirəsi olsanız 3072 alınır. Yəni 3000 almağınız mümkün deyil. Yyirmi doqquz. Düz cavablarımızın sayı az oldu. 7800 bayt ölçülü faylın yaddaşda tutduğu yer neçə kilobayt olar? Və deyir ki, klaster 2 kilobaytdır. Burada da yazmışam. İndi uşaqlar, gəlin belə sadə bir şey fikirləşək. Əgər mən misal üçün neçə klaster götürüm? 3 klaster götürdüm. Bu 7800-də ona görə 3 götürürəm. Əgər 3 klaster götürəsi olsam, hərəsi 2 kilobayt daxil. Bu olacaq 6 kilobayt. Altında vur 1024-də 6000 neçəsə, hə? Təxmini olaraq. Və 7800 bundan böyükdür. Yetərli deyil. 3 dənəsi. Əgər 4 dənə klaster fikirləşəsi olsam, hər klasterdə yenə şərtə görə 2 kilobaytdır. Bu eləyir 8 kilobayt. Bu artıq 8000 neçəsə və 7800 bundan kiçikdir. Bax, 3 dənəsi yetərli deyil. 4 dənəsi artıq kifayət edir. Bu 7800-dən elə vurmaq, bölmək və s. elə ayrılıqda məşğul olmaq lazım deyil. Sadəcə belə sadə yanaşma ilə tapa bilərsiniz. 4 dənə klaster lazımdır, amma bunun yaddaşda tutacağı yeri soruşur. Yəni 4 vur 2, 8 kilobayt. Otuz. Bu standart, yəni 1 megabayt bölünsün 4 kilobayt, yəni 1024 bölünsün 4. Bayaq cədvəldə də buna uyğun bir nümunə var idi. Uşaqlar, bir dənə bu 2 kilobaytı 2048 bayt olaraq yazın ya da fikirləşin. Elə o cavabı verir. Bax, klasterimiz 2048 baytdır. Faylda 2050-dir. Yəni fayl bir dənəyə yerləşmir də. Yəni belə fikirləşin. Bir dənəsi tam dolacaq,
bir balaca da 2 bayt artıqdır axı. 2 baytı keçəcək bura. Yəni nə deməkdir? 2 dənə klaster lazımdır deməkdir. Bir dənəyə yerləşmir də, bir dənədən böyükdür. Bunu bayta çevirsəz rahat görsənir. Və son sualını çox cavablı, həm də 2 qat xal. Diqqətli olun uşaqlar. Önəmli sualdır bu. Yaxşı uşaqlar, gəlin belə eləyək. Deməli, şərtə görə klasterin həcmi 6 kilobaytdır. İndi birinci qırmızıya baxın, 24 kilobayt. 24 6-ya tam bölünür də, düzdür? 24 bölü 6, 4 klaster lazımdır ona. 20 6-ya bölünür? Yox. 20-dən böyük, yenə bu 24-dür. Bunu da böldük 6-ya, bu da oldu 4. 22, yenə 22-dən böyük 24 olacaq bu da. Bu da bölü 6, bu da olur 4. Sağ tərəfə gəldik 18. 18 6-ya bölünür. Buna 3 klaster lazımdır. 16-nı yenə 18-ə gətirəcəm. Buna da 3 klaster lazımdır. Amma 19-u nə edəcəm? 24-ə gətirəcəm. Buna 4 klaster lazımdır. Sadə formada belə fikirləşə bilərsiniz. Biraz daha fərqli də yanaşa bilərsiniz. Necə? 4 dənə klaster ayrılmışdır deyir fayldan ötürü. Klaster 6 kilobayt olarsa bu faylın həcmi aşağıdakılardan hansına bərabər ola bilər? Bax, belə fikirləşirsiniz. 1 klaster, 2 klaster, 3 klaster, 4 klaster. Hər klasterdə 6 kilobaytdır. Əgər fayl bu 6 dənənin hamısını doldursa, 4 vur 6, 24 kilobayt olacaq maksimum həcmi. Maksimum həcmi. Amma fikirləşin, bax, bunu doldurdu. Bunu doldurdu, bunu doldurdu. Bu 3 dənəsini doldursa nə qədər olur? 3 dənəsini doldursa 3 vur 6-dan 18 kilobayt olur. Bax, 4 dənə klaster deyirsə, bura az da olsa keçib. Yəni, bu 18-dən böyük olmalıdır. Bax, belə deyə bilərsiniz. Faylın həcmi 18-dən böyük, 24-dən də kiçik bərabərdir. Yəni, bütün 4 dənə klasterin hamısını tam doldursa, maksimum 24 ola bilər. Maksimum. Ona görə burada riyazi olaraq kiçik bərabər yazdım. Amma 18 ola bilmir. Niyə? Çünki 18 olsaydı 18 bölü 6 3 klaster deyərdik də. Demək ki, bu 18-dən böyük olmalıdır. Bax, belə də fikirləşə bilərsiniz və ya birinci göstərdiyim üsuldan da gedə bilərsiniz. Hə, mesaj bölməsində uğur da yazıb 18, 24. Bəli. Və uşaqlar, bu sonuncuydu yəqin ki. Nəticələrimiz. Fatimə, Rəhman, və Uğur. Üçlüyümüz Gülay və Aytac növbəti yerlər. Belə uşaqlar, saat 21:58-dir. 2 dəqiqə sonra sınavımız başlayacaq. Videonu saxlayım. Videonu dayandırmamışam.